Hamıya salam, növbəti faydalı videoma xoş gəlmisiniz. Bugünkü videomda ekranda baxdığınız MyGo mobil tətbiqi ilə pensiya kalkulatoruna baxacağıq. Bunun üçün MyGo mobil tətbiqinə daxil oluruq. Sol tərəfdə aşağıda xidmətlər yazılan bölməyə keçid edirik. Sağ tərəfdə yuxarıdan ikinci məşğulluq yazılan bölməyə keçirik. Aşağı düşürük. Baxırsınız, pensiya kalkulatoru yazılan hissəyə keçirik. Burada avtomatik olarak bizim pensiya haqqında məlumatlarımız əks olunur. Deməli, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə bölümlərine daxil olub baxa bilərsiniz. Deməli, burada birinci bölmədə pensiya hüququnun yoxlanılması, nə vaxt neçənci ildə pensiyaya çıxacağımızı göstərir. İkinci bölmədə pensiya yaşını göstərir. Üçüncü bölmədə pensiya kapitalı. Bu nə deməkdir? Deməli, 2006-cı ildən bu yana rəsmi işdə işləyərkən sizdən MDS'si, yəni məcburi dövlət sosial sığorta hesabına yığılan məbləği göstərir və onun sağ tərəfində də yaşa görə pensiya məbləği. Həmin o yığılan məbləğ yuvarlaqlaşdırılır və sizin minimum pensiyanın üzərinə nə qədər məbləğ gələcək onu göstərir. İndi hal-hazırda məndə məbləğ azdır. Məsəl üçün, elə adam var ki, 64 yaşında bilmək istəyir ki, mən bir ildən sonra pensiya çıxanda mənim deməli, minimum pensiyam üzərinə nə qədər məbləğ gələcək. Onu rahatlıqla, yəni bu üsulla, göstərdiyim üsulla Allahın köməyi ilə yoxlaya bilər. Yəni çox sadə formada yoxlaya bilər inşallah. Videom bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Əgər faydalı olursa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.